Zamanı İmam-ı Ağamız İmam-ı Zaman Aleyhisselamın zuhurunun təcillinə bizlərin o Həzrətin zuhurunda dəyərli, layiqli iştirakçılardan olmamızdan ötürü sələvat-ı şükür. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Qala al-Hakim fi muhkem kitabihil kerim. Əuzu billahi mineşşeytanirracim. Ve laqad kerremna bani Adem. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, səsimi eşidən hər kəsə. Allahdan diləyək, bu mübarək cümə gününü cümləmizə mübarək qərar versin inşallah. Elə bu cümə günü kimi ömrümüzün bütün gününü hər birimizə mübarək qərar versin. Bildiyimiz kimi, bu cümə günü Quran və hədislərə, sünniyə istinad etdikdə, sonuncu xilaskarımızın gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedib haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqınsa kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin, o ilahi nurun bərqərar olacağı gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, yaşadığımız bu ömür müddəticə o gün üçün üzərimizə düşən işləri görən kəslərdən Allah bizi qərar versin.